Necədir vəziyyət? Əla. Gülürsünüz, deyə gülürsünüz. Əməliyyatdan çıxandan sonra adam gülürmü? Hə? Əla. Heç nə hiss etmədim. Çox əla. Çox qorxurdunuz. Durub qaçırdınız, bayaqdan durub qaçmağa çalışır. Oturmurmuş Bilsəm burada. çoxdan gələrdim. 2 ildir bu dişimi bu vəziyyətdədir mən. 2 ildə əziyyət çəkirsiniz, orada yemək yeyə bilmirsiniz. Amma mən deyim ki, bu implant ki var, implant qoymağı qoymadı da. Bugünkü ağrıdan çox qorxuram. Əməliyyat vaxtında təklif elədim ki, dişləri çəkin ki, bəlkə qoyaq, ağrınız yoxdur. İmplant bundan çox yüngüldür. Yəni implant qoymaq bundan daha yüngüldür, daha rahatdır. Hə? Qorxuruq implanta da. Demək istəmirəm deyirsən. Biraz sağalsın, eləsin, rahatlaşsın, yaxşı ondan sonra. Mən təklif eləmişdim, dişi çəkən kimi qoyaq, istəmədi, narahat, ağrıdan qorxdu elədi. Belə, keçmiş olsun. Çox sağ olun. Bir dənə konkret olaraq deyin görüm, özünüz kimi çox qorxan, sedasiya istəyən, lap belə hədsiz qorxan özünüz kimi pasientlərə nə deyirsiniz? Konkret sözünüz. Yəni heç bir ağrı falan yoxdur, qorxmasınlar. Yəni rahatlıqla gələ bilərlər. Bax, siz həmişə videolara baxanda, bizim videolardan ki araşdırırdınız, əsas beyninizdə hansı suallar vardı? Məsələn, o sualları cavablandırın. Mən bilmirəm o suallar nədir. Onlar nə suallar idi beyninizdə? Görəsən burada filandı mı dediyiniz nə idi? Deyirdim ki, yəni hiss eləyərəm o ət kəsiləndə, iynə vurulanda, hamısını, yəni heç nə hiss etmədim də, heç bir. Keçmiş olsun. Çox sağ olun. Bugün də bir qorxan bir pasiyentimizin dişlərini çəkib 2 illik kompleksindən bitirmiş olduq, əzabından bitirmiş olduq.